Hər birinizə salam. Əri Test Banki ümumi sınaq 3 gəlin başlayaq. Deyir nə? Doğru fikirləri müəyyən edin. Mən bunu da balacalaşdırdım. Printer çıxış qurğusudur, bəli, düzdür. Hard disk drive daxili yaddaş qurğusudur, xeyr. Fərdi kompüterləşdir kod yox, kompüterlərdə skanerlərdir, getdi. Qulaqlı çıxış qurğusudur, doğru fikirdir. Monitor ekran diaqonal ölçüsü düymlər ölçülür, doğrudur. 1, 4, 5 bizim oldu doğru cavabımız, yəni 1-də cavab A. 2. Nədir? Qovluqdakı fayllar və onların həcmləri cədvəldə göstərilmişdir. Qovluqdakı səs fayllarının həcmi ümumi qovluğun neçə faizini təşkil edir? Deməli, gəlin baxaq. Atdım bura, yerimiz olsun hesablamağa. Baxın, deməli, səs faylları MIDI ilə MP3-dür. Ümumi qovluğun həcmini gəlin tapaq. Deməli, byte-dır. Bunu çevirək indidən, yəni ki, byte-a. Bu 2 KB-dır. Bu da 1024 byte-da 1 KB-dır. Əla. Gəlin indi ümumi həcmi tapaq. Megabaytla mı baxaq, 2 baytla mı? Ona baxıram. Gəlin megabaytla baxaq, görək nə alacaq. Bu 1 megabaytdır. Bu 0,5 megabaytdır. 128 kibayt, 207 kibayt, 210-a böləndə 2 megabayt keçsin, 1/8 megabayt qalır. Yazıram belə 8-də 1 MB. 381-i hələlik saxlayıram, 2 MB-ni da yazdım bura. İndi baxın, 381-i qeyd eləyə belə yazacağam. 381-i 256 plus 125 kimi yazacağam. 125 aha. Əla. Bu da mənə nə verəcək? Sonraki bu 2 KB, 1 KB-nı da bunun üzərinə gələsi olsam, ümumi nə olacaq? Bu KB-dır, bu da KB-dır. 256 208 KB-dır. 125-in üstünə də bu 2 ilə 1, yəni 3 KB-na gələcəm. O da olacaq 128, yəni 207 KB. Və bunların elə bir üçünə bir yerdə baxmış olacam da. Budur, budur və budur. Bunların üçünə bir yerdə baxacam, onun səs faylları deyil, hesablamamı rahatlaşdıracam. Bunu 2 üstü ona böləndə, bunu 2 üstü ona böləndə olacaq nə? 2-də, 2 üstü 2-də 1, yəni 4-də 1, bir də bu da olacaq yenə 8-də 1. Gəlin cəmləsək 1 MB, 0,5 MB, 8-də 1 MB, MB-ni yazmayayım, plus 2, plus bu oldu nə? Yenə 4-də 1, bir dənə də 8-də 1. Bu ümumi həcmi oldu qovluğun megabaytla. Səs fayllarının həcmini tapaq. 2 megabayt, 1 megabayt, 3 megabaytdır. Deməli, 3 səs fayllarda 3 MB-dır. Bu da ümumidir. Gəlin indi cəmləyək. Rahat olsun deyə nə edəcəm? Bu da 2-də 1-dir. Gəlin ortaq məxrəci gətirdim, asan da olsun. Deməli, 2 ilə 1, 3. 3 plus 2-də 1-i yazacam 4-ə vurub yazacam 8-də 1, yəni 8-də 4, plus 8-də 1, plus 8-də 2, plus 8-də 1. Nə verəcək bu mənə? Deməli, 8-də, bu 1-də ümid edirəm. 8-də 6, 7, 8-də 8, yəni opki bunlar verəcək mənə 1. 1 ilə 3 cəmlənəcək, olacaq 4 MB. İndi 3 megabayt 4 megabaytın neçə faizdir? 4 vurulsun x bölünsün 100 bərabərdir 3-ə. Megabaytları da ixtisar apardım da. Bu da nəyi verəcək mənə? X bərabərdir 100 vur 3 böl 4. 100-ü 4-ə böləndə 25. 25-i də 3-ə vuranda eləyəcək neçə? 75. Cavabım olacağından C variantı ikinci sualımızda. Gəldim burada da C variantı oldu ikinci sualımızın cavabı. Keçdim üçüncü sualımıza. Elektron sənədin hər səhifəsində Unicode-da kodlaşdırılmış x sayda simvol var. Hər səhifədə x sayda simvol. Yəni elə Word-da daxil edək, çünki rahat donmadan işləyir. Deməli, hər səhifədə x sayda simvol və 0,5 kilobayt informasiya həcmi olan qrafik informasiya var. Deməli, hər səhifədə həm x simvol var, həm də bu informasiya var. Unicode-da kodlaşdırılıbsa, deməli bir səhifənin informasiya həcmi x simvol hər bir Unicode-dadırsa 2 bayt plus 0,5 KB. Bu bir səhifədəki informasiyanın həcmidir. Deyir ki,
informasiya həcmi 152 bayt olan elektron sənədin 100 səhifəsi olarsa, yəni bundan 100 dənə olanda bunun həcmi olub nə? 150 kübü. İndidən bunları aparıram. Vurub açıram. 20 yazacaqdım deməli. Vurub açıram, nə olur? 20x bayt plus 5 kübü bərabərdir 15 kübüya. 20 vur x vur bayt bərabərdir 10 kübüya. Kübünü da bayta çevirim ki, ıslah geçsin, qısa geçsin. Bu 200 ona vuracağım. 200 ona vurdum, oldu bayt. Baytlar getdi. X bərabərdir nə? 10 vurulsun 210 bölünsün 20. Bu da bizə nəyi verəcək? Biraz aşağı düşün. Bunlar qısa getdi, qaldı 209, yəni 512. Cavabım oldu 512. 3-cü sualda B variantı. X-i tapdıq. 3-cü sualda gəldim, işarələdim B variantı. Keçdim, sonra 4-cü sual. Hər hansı bir alt qovluqda test.txt faylı saxlanılmışdır. Həmin faylı bu qovluqda yaradılmış alt qovluğa daşıdıqdan sonra faylın tam adı yer dəyişmə bu şəkildə oldu. Yer dəyişməyə qədər baxın. Bir də alt qovluq yaradıb, ora fayl atıb. Deməli, əvvəl faylın içində idi ki, faylın içində alt qovluq yaratdı, info, o infonun içinə atdı. Deməli, əvvəl bu faylın birbaşa içindəymiş. Tam yolu necə idi? D-user file, text. Elə A variantında olduğu kimi D-user file, text. Test.txt-də. Sonra 5-ci sual. 2, 3, 4, 5 və 6 rəqəmlərindən istifadə etməklə 320 ədədindən böyük neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar. Gəlin baxaq. Yenə atdım bura. Sildim, bunu da sildim. Atdım. 2, 3, biraz sildim. 320 ədədindən böyük 3 rəqəmli ədəddir. Yazdım 3 rəqəm. 3 rəqəmli olması üçün. Deməli, baxın, rəqəmlər müxtəlif deyirmi? Bir dənə baxaq. Yox, demir. Əla. Başda 2 gələ bilməz. Çünki 2 ilə başlayan 320-dən böyük 3 rəqəmli ədəd ola bilməz. Başda əgər 3 gəlmə halını ayırıram. Niyə? Çünki başda 3 gəlsə, bundan sonra 2 gəlib, sonra 2 gəlsə yenə böyük olacaq. Əslində başda 3 də gələ bilər. Heç ayırmağa ehtiyac yoxdur. Ehtiyac yox imiş. Başda 2-dən başqa hər şey gələ bilər. 3 gələ bilər, 4 gələ bilər, 5 gələ bilər, 6 gələ bilər. Yəni 4 fərqli vəziyyətdə ola bilər ilk simvol. Qalan simvol isə 2, 5 fərqli vəziyyətin 5-də də ola bilər. Bu da 5 fərqli vəziyyətin 5-də də ola bilər. Yəni burada 2, 3, 4, 5, 6 hamısı gələ bilər. Burada da hamısı gələ bilər. Çünki başda 3 gələndən sonra və yaxud 4 gələndən sonra 320-dən kiçik bir ədəd alınmır. Lap istəyirsən qalanına 2 qoy, yenə də böyük olmuş olur. Nə oldu? 4 vur 5, 20 vur 5, 100 dənə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar. Cavabım oldu 5-ci sual üçün B variantı. HTML kod fraqmentinə əsasən doğru fikirləri müəyyən et. Baxın, nömrələnmiş siyahı OL, yəni ordinaldır. Nömrələnmiş siyahı 3 elementdən ibarətdir. 1, 2, 3. Doğru fikirdir. Nişanlanmış siyahının ilk elementi olaraq algoritm sözü qeyd olunmuş. Nişan UL-dir, yəni unordinal list. İlk elementi olaraq algoritm sözüdür, düzdür. Nömrələnmiş siyahının ilk elementi kursivləndir, M kursivdir, düzdür. Nişanlanmış siyahının 5 elementi var, nişanlanmışın 5, 4, 2-dir. Nömrələnmiş siyahının sonuncu elementi kursivlə yazılıb, yox, boldla yazılıb. 1, 2, 3 düzgün oldu, cavab oldu Y variantı. Baxdıq 7-ci sualımıza yenə bunu da götürürəm. Yatıram bura. Biraz da kiçildi. Hətta deyərdim ki, bu bir dənə cədvəl açaq, oradaq. Nə deyir? Cavid Yadigar Anar Elsar Pərviz BMW, Hyundai, Mercedes, Swift və Kia markalı avtomobilləri sahibidirlər. Aha. Gəlin belə eləyək. Neçə nəfər? 1, 2, 3, 4, 5 nəfərdir, 5 dənə də avtomobildir. Bir dənə 6-ın 6-ya cədvəl çəkirəm. Olsun, burada yazmayacaqdım, burada. Baş hərflə hamısının fərqlidir də. Cavid,
Yadigar, Anar, Elsəvər, Pərviz. BMW, Hyundai, Mercedes, Jeep və Kia sahibidirlər. Əla. Cavidin avtomobilin rəngi qaradır. Buradan əlavə məlumat kimi yazıram qara. Qaldı yerində. Elsəvərin avtomobili Mercedes və Jeep markalı avtomobillərin arasında dayanır. Aha. Elsəvərin avtomobili Jeep, Elsəvərin avtomobili Jeep və Mercedes və Jeep markalı avtomobillərin arasında dayanıbsa, Elsəvər Mercedes və Jeep sürmür. Buradan bu nəticəyə gələ bilər. Yadigarın Kia markalı avtomobili rəngi qara olan, Yadigarın Hyundai, buradaydı. Yəni daha doğrusu Kia markalı. Yadigar Kia sürür. Bura minuslarımızı qoyduq. Nə deyir? Yadigarın Kia markalı avtomobili rəngi qara olan BMW markalı avtomobil ilə qarşı-qarşıya dayanıb. BMW-nin rəngi qaradır. İndi bizə deyibmi ki, hər biri fərqli rənglədir. Hələ ki deməyib, ona görə deyə bilmirəm də BMW Cavidindir, BMW qaradır. Deyə bilmirəm. Pərvizin xəyalındakı maşın Jeep markalı maşın olsa da, Pərvizin xəyalındakı Jeep maşın olsa da, o heç vaxt həmin markanın avtomobilə sahib olmayıb. Əla. Bütün avtomobillərin rəngi bir-birindən fərqlidir. Deməli, qara bir dənə BMW-dir, Cavid bir dənə BMW-ni sürə bilər. Burada bu nəticə çıxdı. Deməli, Jeep-i də Anka sürülmüş, bu nəticə çıxdı. Avtomatik Mercedes-i Pərviz, Hyundai-da Elsəvər sürülmüş. Bizə də Hyundai qaldı. Verilənləri nəzərə alaraq Anarın avtomobili elə realda da olduğu kimi Jeep markalı avtomobil sürür Anar müəllim. 7-ci sualda oldu cavab A variantı. 8-ci sualımıza baxaq. Yenə böyük sualdır. Götürək orada. Yaz kiçildim. Nədir? Qraf və bu qrafın çəki matrisinə əsasən B və Y məntəqələrini birləşdirən tilin uzunluğunu müəyyən edin. Birinci tilin hansı nömrəli təpi olduğunu müəyyən eləməliyik. Baxıram, görürəm ki, yeganə G-dir ki, 4 dənə tili var. Burada baxan kimi 4 tilli təpət 7-dir, 7 oldu G. 7 oldu G. Sonra G-ni tapdım. Bu qırmızı ilə işləsək daha gözə batan olar. G-ni tapdım. Fikir verin. 2 tillilər S ilə F-dir. Əla. 2 tilli, deməli bu 3 tillidir. Buraya yazıram. Bu 2 tillidir, bu 3 tillidir, 3 tillidir, 2 tillidir, 3 tillidir. Yəni 3 dənə qonşusu olan 3 tilli o mənada. İndi baxaq görə hamısını bir-birindən fərqləndirən cəhət nədir bu 3 tilliləri? 3 tillilərdən deməli D, 2 tilliləri bir-birindən fərqləndirən cəhət hələ ki görmədim. Amma 3 tillilərdə bu cəhət var. Nə hansı cəhətdir? Fikir verin. Y-nin qonşuluğu, Y də 3 tillidir, D də, A da B-dir. D F ilə qonşudur, yəni bir 2 tilli ilə qonşudur. B də hansı 2 tilli ilə qonşudur? Y C ilə qonşu olub, heç bir 2 tilli ilə qonşu olmayan 3 tillidir. Bu nə deməkdir? Yəni Y 7 ilə qonşudur, 7 ilə qonşu olan 3 tilli bu 2 dənədir. Bu 1-dir və 6. Amma heç bir 2 tilli ilə qonşu olmamalıdır. 1-in qonşularına baxım, 3-dür, 5-dir. 3 tillidir, 5 2 tillidir. Y-nin 2 tilli olan qonşusu yoxdur axı. Bütün qonşuları 3 tillidir. Deməli 1 Y ola bilməz. Qaldı hansıdır Y? Deməli Y olacaq bizim üçün 6. Niyə? Bu C'dir. Çünki 6-nın qonşusunun biri 3-dür, biri 4-dür. 3 ilə 4 ikisi də 3 tillidir. Y-nin 2 qonşusu da 3 tillidir. Digər qonşusu da C'dir. Y-ni də tapa bildik bu formada. Başqa üsulla da yenə də tapmaq olardı. Bizdə nə soruşurdu, unutdum mən. B ilə Y-ni. Gəlin elə indi də B-ni tapaq. Necə tapaq? 3 tillidir, Y ilə qonşudur və 2 tilli ilə qonşudur. A da 3 tillidir, Y ilə qonşudur, amma A 2 tilli ilə qonşu deyil. Digər qonşusu 2 tilli deyil. Deməli, B, Y ilə qonşu olanlar, 6 ilə qonşu olan deməli var 3 ilə 4. 3-ün digər bir qonşusu 1-dir, 1 3 tillidir. Bir qonşuda 4-dür, 4-də 3 tillidir. 2 qonşusu da 3 tillidir. Deməli bu A-dır. Bu A-dır. Y ilə qonşu olan. Bu A-dır.
Amma baxaq 4-ə. 4-ün bir qonşusu 2-dir, yəni 2 tilli. Bir qonşusu da 3-dür, yəni elə A, yəni 3 tilli. Deməli bura B imiş ki, bura B imiş. 4B imiş. 3A, burada yazaq Y. Y imiş ki, bir qonşusu 3 tillidir. Digər, yəni bir qonşusu, daha doğrusu B-nin bir qonşusu 3 tillidir. Bir qonşusu 2 tillidir. Bir qonşusu da 3 tillidir. Yəni 2 dənə 3 tilli ilə qonşudur, bir dənə 2 tilli ilə qonşudur. Yəni deyə bilərəm ki, B Y ilə qonşudur və hər hansısa bir 2 tilli ilə qonşudur. Bu formada tapa bilərəm və yenə də başqa cürdə tapmaq olar. Baxaq indi B ilə Y arasındakı məntəqələr arasındakı tilin uzunluğunu soruşurdu. Oldu 42. Cavablara baxaq. 42 oldu bizim üçün D variantı 8-ci sualımızda. Səhv girdik bura. D variantı. Baxaq sonra. Hər səhifəsində 24 sətir, hər sətirdə 20 simvol olmaqla 10 səhifədən ibarət olan sənədlə iş zamanı aşağıdakı əməliyyatlar ardıcıllıqla icra olunmuşdur. 3 dəfə backspace düyməsi sıxılmışdır, 4 dəfə delete, 12 fərqli hərf rəqəm klavişi sıxılmışdır, 5 dəfə kursorunu idarə edən düymə sıxılmışdır. Aha, bu əməliyyatlardan sonra sənəddə olan simvolların sayı ən azı neçə olacaq? İlkin halda 24 vur 20 vurulsun 10. Yəni 840, 8400 dənə simvol var. Yoxsa səhvdir. Yox, 4800 dənə. 4800 dənə simvol var. 3 dəfə backspace 3 simvolu silər, 4 dəfə delete 4 dənə. Ümumi 7 simvol silinir. 10 yerinə bunlar minuslandı. Bu plusdur, çünki 12 dənəsi yazılır. 5 dəfə kursorun idarə bu simvol səni dəyişmir. İndi baxın, deyə bilərsiniz ki, bəlkə boşluqda basılır backspace. Bizə ən az soruşur deyə. Mən istəyirəm ki, backspace silsin ki, azalsın. Ola bilər ki, məsələn, deyə bilərsiniz ki, mətnin bəlkə əvvəlindədir kursor. Burada olanda backspace heç nəyə silməyəcək axı. Yəni, bu hissədədirsə. Amma bizə ən az soruşur deyə biz o fərz edirik ki, bu ortadadır. Haradadırsa silir. 3, 7 dənəsi silib 12 dənəsi yazılanda ümumi 5 dənəsi yazılmış olur və ən az 4805 dənə simvol olmuş olur bizdə. 10-cu suala gəlin baxaq. Proqramın nəticəsini müəyyən edin. Deməli, C-yə mənimsədir int B, yəni 232 vur 2 olur 464. R-ə mənimsədir nəyi? A, yəni 1, 2, 1. Birləşdirir yanına B-ni. 2, 3, 2-ni. Sonra birləşdirir yanına S-ni 4, 6, 4-ü. 1, 2, 1, 2, 3, 2, 1, 2, 1, 2, 3, 2, 6, 4 ilə qutaran biri. 1, 2, 1, 2, 2, 3, 2, 4, 6, 4. Cavab oldu D variantı 10-cu sualımızda. Baxaq 11-ci sualımıza. Proqramın nəticəsini müəyyən edin. Aha. X-in, yəni 12-nin 3-ə bölünməsindən alınan qalıq nədir? 0-dır. 12 3-ə tam bölünür deyə. O 1-dən fərqlidirmi? Yes. Bura true-dur. Burasına baxın. 26-nin 4-ə bölünməsindən alınan tam hissə 2-yə bərabərdirmi? Yox. Burası yanlışdır. O görə if-ə girməyəcək. If-ə girməyəcək. Else-yə girəcək. Y-ə mənim print eləyəcək nəyi? Y-in ya 26-ın 6-ya bölünməsindən alınan qalıq 4-dən 6 2 qalıqda qalır. 2 çıxışa verir. 2 bir dənə bu B variantında və davam eləməyə də ehtiyac olmadı. Sezar üsulu ilə array ifadəsi bu kimi şifrələnmişdir. Buna əsasən Python ifadəsinin şifrini müəyyən. A-dan D-yə gəlmək üçün 1, 2, 3 addım gedib. Deməli K3 olmaqla şifrələyib. Python sözün P-dən 3 addım gedəndə 1, 2, 3 S ilə başlamalıdır. Çıxdım bu bir-iki variantları. Bunların sonlarına baxaq bir dənə. Python'ın da N ilə bitir. N-dan 3 addım gedəndə 1, 2, 3, 2 olmalıdır. Bunları çıxdım. Bunların da neçənci 3-cü simvol fərqlidir. T-dən 3 addım gedəndə 1, 2, 3 W olmalıdır. W S variantındadır. Cavab oldu S variantı. A1 xanasına hansı müsbət tam ədəd yazılmalıdır ki, A3, C3 xanalar diapazonunun qiymətləri ilə hesablamalar apardıqdan sonra qurulan diaqram şəklə uyğun olsun. Gəlin hesablayaq. A1 xanasına deyirəm X. Bura nə olur? 3A1 plus 2. A2. Yəni 3X plus 2. 3X plus 3. A2 3'dür. Bura nə olur? 2A1, yəni 2X plus B2. 2X plus 4. Bura nə olur? S1 plus S2.
yəni 5 plus 3, yəni 8. Əla. Bu diapazonu əsasən qurub. Deməli, sonuncu 40% 8. Bura nədir? 3x plus 3. Bura nədir? 2x plus 4. Burada 8. 40% 8 isə 4-ə bölürəm. Deyirəm ki, 10% 2-dir. 10% 2-dirsə, 30%-ni tapmaq üçün 3-ə vururam. Deyirəm ki, 6-dır 30%. Yəni 3x plus 3 bərabərdir 6-ya, x bərabərdir 2-yə. 2 yazılmalıdır bu xanıya. Cavabım oldu. Ha, nə səhv dedik? Ha, 2 nə idi? Estağfurullah, 1. 1. Burada 3 çıxanda 3, 3-ün 3-ə bölünməsi 1. 1 yazılmalıdır. Cavab oldu 13-cü sualda B variantı. 14-cü sual. Ərri tədris mərkəzində fənlər üzrə müsabiqəyə qatılan şagirdlər haqqında verilənlər bazası strukturu göstərilmişdir. Bu fraqmentə əsasən ən çox hansı fən üzrə şagirdlər müsabiqəyə qatılmışdır? Deməli, ən çox hansı fən üzrə şagirdlər müsabiqəyə qatılıb? Deməli, baxım görüm şagird. Bunlarda fənlərin aid. Görüm hansı daha çoxdur. 101-ə 1, 2, 3 nəfər 101-ə qatılıb. 101-ə qatılan 3 nəfərdir. Yazıram buradan. Deməli, 103-ə qatılan 1 dənə. Yox, 1, 2 dənə. Bunun balansını qoruya bilsəm, biraz aşağı edim. Hə. Deməli, 2 dənə 103-ə qatılan gördüm mən burada. 2 dənə 103-ə qatılan var. Buraya yazdım ki, 102-yə qatılan 1, 2, 3, 4 dənə 102-yə qatılan var. 104-ə qatılan 1, 2 dənə 104-ə qatılan var. 105-ə qatılan da azdır. Deyəsən elə bir dənədir. Ən çox hansı fənn üzrədir? Ən çox riyaziyyat fənni üzrə müsabiqəyə qatılıb şagirdlər. Yəni, cavab oldu B variantı bizim 14-cü sualımızda. Baxırıq 15-ci sualımıza. Algoritm fraqmentinin yerinə yetirməsindən sonra y dəyişəni 96. Yəni, pozanlıya keçdi. 96 oldu bura. Bizə nəyi soruşur? Baxın, bizdən istəyir ki, bu y-i tapın. X-i gətirib yerinə qoysam nə olacaq? Y plus y plus 2, yəni 2y plus 2 bərabərdir 96-ya. Y onda bərabər neçə? 47-yə. Y-i də burada yerinə qoysam 47, buradakı x tapmış olacam nə? 23, yəni 46 plus 1. 23-ü də burada yerinə qoyası olsam nə olacaq? 23-dən 2 çıxdım, 21, 3-ə böldüm 7, cavab olacaq 7, yəni A variantı. 16-cı sualımıza baxaq. Proqramın icrasından sonra çap olunacaq DS simvollarının ümumi sayını müəyyən edir. Gəl müəyyən edək. Deməli, i-miz 1-dən başlayır. 1, yəni 3 vahid artırır. 1, 4, 7, 10 qiymətlərini alacaq. 13 olanda dövrə girmir. 1, 4, 7, 4 dənə qiymət alacaq. Hər dəfəsində heç bir şərtdən asılı olmayan 4 dəfə burada DS çıxacaq. 4-dən böyük qiymətləri üçün, yəni 7 ilə 10 üçün 3 dənə DS çıxacaq. Yəni 2 dənə qiymət üçün 3 dənə DS, 6 dənə DS burada çıxacaq. Və 4-dən kiçik olan 1 ilə 4 qiymətlərindən 1-in 2-yə bölünməsindən alınan qalıq 1-dir deyə elifə girməyəcək. Amma 4-ün 2-yə bölünməsindən alınan qalıq 1-dən fərqlidir deyə 4 üçün burada girəcək. Burada da 2 dənə DS çıxaracaq. Ümumilikdə 12 dənə DS çıxarmış olacaq. Olacaq cavabım C variantı. Baxaq, klaviaturadan daxil ediləcək aralarında bir boşluq simvolu olmaqla sözlərdən ibarət ingilis dilində S mətni üçün proqram nəyi çıxışa verir? Aha. i11 elə split eləyir boşluğa görə. Yəni söz ayırdı. Listdə söz var. i11 listin içindəki sözlər olur. U-da sözün uzunluğunu götürür. Deyir ki, ilk simvolu böyük A-dan böyük Z-dən kiçik olsun. Yəni ilk simvolu böyük simvol olsun, böyük hərf olsun. U-1-ci, yəni son simvolu isə kiçik hərf olsun. Bu tip sözləri sayır. Yəni böyük hərflə başlayıb kiçik hərflə bitən sözlərin sayı. Sözləri yox, sözlərin sayı. İlk hərfi böyük olub, son hərfi kiçik olan sözlərin sayını cavab olacaq biz üçün 17-də Y variantı. 18-ci sualımıza baxaq. Göstərilən istinad nəyə keçid edir? Baxın, istinadımızın göstəricisi image source logo PNG-dir. Yəni logo PNG qrafik təsvirinə tikləyəndə, üstünə basanda bizə array az saytını atır. Yəni qlobal şəbəkədə internetdəki web sayfaya.
internetdə olan web səhifənin əsas səhifəsinə. Bəli, cavab olacaq C variantı. Proqramın nəticəsini müəyyən edin. Remove eləyir 3-ü. Bu 3 getdi. İlk qabağına. Append eləyir 3-ü. Sonuna bir dənə 3 atdı. Delete eləyir A-nın 3-cü indeksindəki elementi 0, 1, 2, 3, 23 getdi. Aha. Insert eləyir 3-cü indeksə 3-ü. 0, 1, 2, 3. 3-cü indeksə 3-ü. Yəni burada elə bil 3 yarandı. Bu 3 düşmüşdü, amma təzədən sürüşdü sağa 3 gəldi bura. Count eləyir 3-ü. 1, 2, 3, 4, 5 dənə 3 var. Cavab oldu D variantı 19-cu sualımızda. Sonra 20-ci sualımız. Proqramın nəticəsini müəyyən edin. Capitalize eləyir. İlk simvolu böyüdür, qalanları kiçildir. Əla. Sonra kiçik r-ları böyük r-dan əvəzləyir. Hansı formaya düşdü? Gəlin burada bir dənə baxaq. Sonuna da sonra z bitikdirəcək. Demək, A böyüdür. Kiçik r-lar, bunlar ikisi də kiçik r-dır deyə oldu böyük r. A-yı yerində qaldı. Boşluq Exam yerində qaldı balaca ilə. Boşluq A yerindədir. R böyük oldu. A, Y balaca ilə. Çünki capitalize edib sadəcə bu A böyüyüb. Qalanlar hamısı kiçikdir. Bir də böyük, kiçik r-ların yerinə böyük r yazıram. Center də yerində. Center. Bu formaya düşdü. İndi nə qarı? Split eləyir. Söz ayırır. Sonra A vasitəsilə join eləyir. Yəni elə bil boşluqların yerində bu səfər A-lar düzülmüş oldu. Listə çevirir. Hər bir elementi ayrı list elementi olur. Maksimum minimum tapır. Buradakı maksimum minimum rahat görsənir böyük ad. Böyük ad. Getdi işlə. İndi minimum. Minimumda kiçik hərf olacaq. Kiçik hərflərdə ən sonda dayanan burada y-dir. Olacaq cavabın B variantı. Əlifbaca ən sonda y-də bulardı. Çünki x, y, z formasında bitir. Heç üçün cavab oldu B variantı. Yəni müqayisə askıya gedir, əgər bilməyənlər varsa. 21. Verilənlər bazası cədvəl şəklində verilmişdir. Aha. Sorğusu cədvələ tətbiq olunmuşdur. Verilmiş sorğuya uyğun gələn yazıların sayını müəyyən edin. Gəlin baxaq. Demək, giriş balı 43-dən böyük olanlar hansılardır bunlar? Yazıram. Baxın, həmişə yazın ki, bir xəta çıxmasın. Yəni, dəqiq cavab tapmış olasınız, əziz müəllimlər, şagirdlər. Yazıram bura. Giriş balı 43-dən böyük olanlar hansılardır? Giriş balı 2-dir, 43-dən sadəcə böyük olanlar. 2, 3, 4, 6. Or, yəni birləşmə. İmtahan balı 46-dan kiçik bərabərdir. 1, 3, 5, 6, 7. Bunların birləşməsi bizə nə verir? 1, 2, 3, 4, 5, 6, 7. Buna not deyib. Yəni, bunları çıxıram. 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 6-dır, 7-dir. Bir dəqiqə, nətər oldu? Nəysə xəta elədi. Bir dənə diqqətlə baxaq. Giriş balı 43-dən böyük olanlar. 43-dən böyük 2-dir. 3-dür, 4-dür, bir də 6-dır. Of, birləşmə. Hə, not eləməyib. Bir dəqiqə, notu opsiya verib. Diqqətli olaq bir dənə. Notu opsiya verib. Bu mötərizə tapdım mən. İndi bunu kəsişdirirəm. Nə ilə? Yəni, kəsişmə, uzaq aşağı ol. And yekunu 89-dan böyük bərabər. Yekun 89-dan böyük bərabər. 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır. Kəsişməsi nə olacaq bunların? 1, 2, 3, 4, 6. 1, 2, 3, 4, 6-ya not deyib. Ofisinə not deyib. Yəni 1, 2, 3, 4, 6-nı çıxıram. Yerdə nə qaldı? 5 ilə 7, 2 dənə. Cavab oldu C variantı bizim bu 21-ci sualımızda. 22-ci sualımıza baxaq. Proqramın icrasından sonra C dəyişənin çıxışa veriləcək qiymət. Bu bir funksiyadır, bu bir funksiyadır. Aha. Neynir? For in ls. i1 ls-in elementləri olur. Hər dəfə f funksiyasına i-ni yollayır və qayıdan nəticəni k funksiyasına yollayır. O əgər 5-dən böyükdürsə, c-ni bir vahid artırır. F funksiyası nə iş görür? Ədəd 2-dən kiçik olduğu
kiçik olsa return eləyə bilir. Kiçik deyilsə rekursiv formada ədədi öz ədəd vurulsun f(n-1). Bu faktorialın tapılmasıdır. Məsələn, 2 girişə, 3 girişə verilsə 3 vurulsun f2, f2-dən 1 qayıdacaq, 3 vuracaq, daha doğrusu f2 üçün də bir explorer rekursiv formada müraciət edəcək. Məsələn, mən f3 desəm, nəticədə necə olacaq? Gedəcək, düşəcək bu return'a. Olacaq 3 vurulsun f2. f2 üçün təzədən gələcək return'a aşağıdakına düşəcək. Olacaq 2 vurulsun f1. f1 üçün nəticə return 1 qayıdacaq. 1 vurulsun 2 olacaq bu 2. 2 vurulsun 3 bu olacaq 6. Nəticədə faktorialı qayıtmış olacaq. Nəsə bu faktorialı tapır. Faktorial. Bu nə edir? Deyir ədəd sıfırdan böyük olduğu müddətcə rəqəmin cəmlər rəqəmisi. Bu da rəqəmlər cəmi. Cəm. Rəqəmlər cəmi, yəni faktorialın rəqəmlər cəmi 5-dən böyük olanlar sayır. 4 faktorial, 4 faktorial. Demək 1 vur 2, ay, niyə dondu? Çox yaxınlaşdıranda donur desin. 1 vur, 2 vur, 3 vur, 4. Yəni 24. 24-ün rəqəmləri cəmi 6-dır, əla. 4-cünün şərti ödəyəcək. 5 faktorial 120-dir, ödəmir. Cəmləri cəmi 3-dür. 6 faktorial 720-dir. 720-nin rəqəmləri cəmi ödəyir şərti. 8 faktorial. Yox, daha doğrusu 7 faktorial. Sıra ilə gedək də. 2 faktorial 2-dir, bu da ödənməyəcək. İndi baxaq görə bunları ödəyəcək yoxsa. 720 vurulsun 8. Birinci 7-yə vuraq, sonra 8-ə vuraq da. İstəyən 7-yə. Aha, 720-yi 7-yə vuranda, gəlin bir dənə vurum belə. 0, 14, 4 yazıq, 1 hatta 49, 50. 5040 rəqəmləri cəmi ödədim. 7 faktorial. Baxım görüm 8 faktorialda 7 faktorial bir dənə 8-ə vururam. 0, 32, 2 yazıq, 3 hatta 0, 3 yazdım, 3, 5 vur 8-ə 40. Bunu da rəqəmləri cəmi ödədim. Ümid edirəm nəsə riyazi xəta eləmədik. Hansılar ödədik? 4 dənəsi, yəni cavab oldu A variantı bizim bu 22-ci sualımızda. Baxıram, sonra 23-cü sualımıza. Deyir, cədvəldə sorğular və bu sorğuların nəticəsində axtarış serverində internetdə tapdığı səhifələrin sayı göstərilir. Alma, or, armud, or, heyva sorğusu nəticəsində tapılan səhifələrin sayı minlərlə müəyyən edilir. Aha, gəlin baxaq. Bir dənə fikir verin, alma and heyvaya 0 deyib. Yəni, alma ilə heyva kəsişmir. Bu formada Venn diaqramı imiş. Alma ilə alma, heyva kəsişmir. Bu formada. Əla. Onda baxaq. Alma 100, demək, əndlərə baxaq. Alma, armud, armud da olsun bu, arı. Alma, armud 23-dür, 23-dür. Armud, heyva 32-dir, 32-dir. Alma 100-dürsə, bura qalır 77. Armud 82-dirsə, 82-dən 32 çıxdım, elədi 50. Bir dənə də 23 çıxdım, elədi 27. Bura 27. Cəmliyim, bir dənə baxım, görüm səhv eləmədik. 70, 70 plus 5, 82, 4, bədüz. Allah. Heyva da 77-dir, 77-dən 32 çıxanda 45, burada 45-dir. İndi nə deyir? Hamısının birləşməsi, seçin 77 plus. Gəl belə eləyəcəm, 77, armud nə idi? 82, bu armudu opşi cəmlədim, 45-də gəldən buradan üstünə, 45. Gəl cəmlə. Deməli, neçə eləyir? Bunların ikisini cəmləyəndə, hansını cəmləmək istəməlidir? Nəsə də 117 plus 5, 120, bunları cəmləyəndə 122 plus 82, 204. Həmişə belə həll edirsən, axırdansa bir dənə səhvlə sual gedir. Deməli, 204. Heç nə, cavab oldu 204. Davam eləyək. Nədir? Onluq say sistemində verilmiş ifadənin nəticəsi 16-lıq say sistemindəki təsviri neçə rəqəmdir? Yenə götürürəm, gedirəm ora. ...528-in kvadratını yazıram belə. 512, 209, yəni 512 plus... Neçədir bu?
15 düzdür. 16. 512 plus 16. Yəni 204-də. 204. Bu birisini də yazıram 207-nin kvadratı. Bunu da kvadratını yazaq, açaq. 218 ikisinin 2 misli neçə oldu? 213, 214 minus. Ya daha doğrusu plus bunun da kvadratı 208. Bu da 214 minus 214. 214 bunun kvadratı. Bunlar getdi. Qaldı nə? 218 plus 208. Bunu da 16-lıq say sistemdə istəyirsə 16-ın qüvvəti şəklində göstərərəm. 16-ın qüvvəti şəklində göstərmək üçün 4 vurğun çıxartmalıyam. 18 4-ə bölünmür deyə yazacam. 4 vurulsun 2 üstü 16. Bu da olacaq 4 vurulsun 16 üstü 4. 4 vurulsun 16 üstü 4. Bu birki də 16 üstü 2-dir. Zaten 4 vur 2 kimi yazanda. Bunun 16-lıq say sistemində təsvirin neçə rəqəmli olduğunu soruşursa, rahatlıqla buradan baxıb deyə bilərəm ki, 5 rəqəmlidir. Cavab oldu 5. Cavab oldu 5. Sonra S dəyişənin girişə verilmiş hansı, buraya yazaq 5. S dəyişənin girişə verilmiş hansı qiymətində proqram çıxışa 200 ədədini verər. Bu S 200 olar. Aha, gəlin baxaq. Demək, x hansı aralıqda dəyişir? 1-10 parçasında. 1-10 parçasındakı ədədlərin 3 mislini neçə əlavə edir? Yəni, 1 plus 10, ədədi silsilənin üstündən 1-10 parçasındakı ədədlər cəmliyyəsi olsam, 11 vurulsun 5, 55. Bunların 3 misli, elə bil 3-ü mötərizə xaricində sarmışım. Bu 3-ə vururam, nə olur bunun nəticəsi? 150, 165. 165. Demək, S-in üstündən 165 gəlir ümumi dövrün daxilində. S-in 200 olması üçün 200-dən 165 çıxıram, neçə eləyir? 35. Gərək ilkin qiyməti 35 olsun ki, bunun üstünə 165 də gələr, olsun 200. Alqoritm icrası zamanı n dəyişəni üçün 5, A dəyişəni üçün isə ardıcıl olaraq 3, 17, 5, 4 və 22 dəyərləri daxil edilərsə, S dəyişənin qiymətini hesablayın. Fikir verək, indi nə iş görür? Baxın, n dəyişəni dövrün addımıdır. I kiçikdir, n olduğu müddət 0-dan başlayıb n-ə kimi gedir. Yəni, bu 5 biz üçün 5 dənə burada ədəd daxil olunacağını göstərmək üçündür. Qalan ədədlər isə A-nın qiymətləridir. Hər dəfə nə iş görür? S 0-dan böyük olduğu müddətcə F-i vurur S-yə, S-ni bir vahid artırır. Yəni, S ədəddir, məsələn, 17 0-dan böyük olduğu müddətcə 17 vur 16 vur 15, yəni 17 faktoriyalı hesablayır. Əgər faktoriyalı 100-dən böyük olsa, həmən ədədi cəmə əlavə edir. Yəni, bu ədədlərdən faktoriyalı 100-dən böyük olanları cəmləyəcək. 3 faktorial 100-dən böyük deyil, 17 faktorial böyükdür, 5 faktorial böyükdür, 4 faktorial böyük deyil, 22 faktorial böyükdür. Cəm neçə oldu indi? 39 plus 5, 44. Cəm oldu 44. 27-ci sualımıza baxaq. Elektron cədvəl fraqmentinə əsasən uyğunluğu müəyyən edin. Neçin, gəlin hesablayaq. Birinci bıraq hesablayaq. Bura nədir? A1 plus A3, A1, A3 diapazondakı ədədlərin qiymətləri cəmi, yəni 10. Bu nədir? A2, yəni 5, bölünsün S3, yəni 10. Oldu 2-də 1, vurulsun 2, 1. Bu nədir? S1 plus A2, yəni 1 plus 5, 6. İndi nə soruşur? B2-nin qiyməti 6-dır, yəni Y variantı. S1-in qiyməti 1-dir, yəni D variantı. S3-ün qiyməti də 10-dur, yəni A variantı. Davam edək. Nədir? Yəni götürək, gedək, blok semizi o tərəfdə çəkək. Deyir ki, girişə veriləcək x həqiqi ədədi üçün bunun qiymətini hesablayın. Gəlin, birinci x-i girişə verin. X-i girişə verən kimi yerinə qoyub hesablaya bilmirəm axı. Bəlkə məxrəc 0-dır, bəlkə kök 6 mənfidir. Ona görə soruşuram. X kvadratı minus 4 bərabərdirmi 0-a? Sual verdim. Hə desə, həlli yoxdur. Yox desə amma bir dənə də sual verəcəm. Nə soruşacam? Deyəcəm ki, x plus 5 böyük bərabərdir 0-dan. Bu şərtdə ödəməlidir də. Buna da hə desə, gəlib hesablayacam nəyi? Y-ə mənimsədəcəm. X kubu plus x minus 2 bölünsün x kvadratı minus 4 plus kökdə x plus 5. Burada deyəcəm həlli yoxdur. Burada deyəcəm yoxunda həlli yoxdur.
Bunlar eyni tərtib yazıb birləşdirə də bilərdim. Burada isə y-i hesabladım, çıxışa verəcəm. Bu formada həll edə bilərik bu 28-ci sualımızı. Davam eləyək. Keçək indi 29-a. Nə deyir? Deyir ki, klaviaturadan daxil edilmiş ixtiyari n natural ədədinin natural bölənlərinin ədədi ortasını çıxışa verən. N int input istənilən natural ədədin natural bölənlərin ədədi ortasını cəm. Ədədi orta üçün cəmindən sayıya ehtiyacım var. Bir ədədin natural bölənləri hansı aralıqda ola bilər? 1-dən özü də daxil olmağına özünə kimi. Deyirəm if, əgər n faiz i bərabərdirsə 0, onda belə çıxır ki, n-in i-yə bölməsindən alınan qalıq 0-dır, yəni n i-yə bölünür. Onda cəmə. i-ni əlavə edirəm, sayda bir vahid artırıram. Say plus 1. Axırda print. Cəm böl say. Bu da oldu ixtiyari daxil olmuş natural ədədin natural bölənlərinin ədədi ortasını çıxışa verilən Python kodu. Keçdik 30-cu sualımıza. Klaviaturun daxil ediləcəyi sətirdə simvolları cüt sayda olan sözlərin sayını çıxışa verəm. Sətirdə sözlər bir boşluq simvolu ilə ayrılıb. Deyirəm ki, mənimsət input. Elə alan kimi də burada split eləyirəm ki, boşluğa görə sözləri ayrım olsun list. Nə deyirdim? Cüt olan sözlərin, sətirdə simvolları cüt olan sözlərin sayını. Say bərabərdir 0. For i in s, deyirəm i bir sözlər olsun. If hansı sözün ki uzunluğu cütdür, yəni uzunluğu 2-yə bölünməsindən alınan qalıq 0-dır. O söz üçün gələcəm sayı bir vahid artıracam. Və axırda da sayı çıxışa verəcəm. Bu da oldu bu sualımızın həlli. 30-cu sualımızın burada da nümunəni, ərri tədris mərkəzini, yəni yadigar hesabları qoyaq. 0. Yəni bu da qoyaq da. Yanar mənim qoyaq. Götürə bilmədik. Bir də Shift F10 vururam, 2 düzgün oldu. Növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.